2 otaqlı mənzil ailə olmaq şərti ilə kirayə verilir. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Dadaş Bünyətzadə küçəsində. Vital klinikasının yaxınlığında yeni inşa olunmuş 13 mərtəbəli binanın 5-ci mərtəbəsində ümumi sahəsi 64 kvadrat olan tam təmirli və bununla bərabər əşyalı mənzil ailə olmaq şərti ilə uzun müddətli kirayə verilir. Yeni çəkilmiş kombi sistemi mövcuddur. Televizor, xaladelnik, yeni yığılmış kuxna mebeli, paltar yuyan və s. Yəni demək olar ki, mənzildə yaşayış üçün bütün avadanlıqlar mövcuddur. Əlavə olaraq depozit 200 AZN təşkil edir. Kirayəçi çıxdıqdan sonra heç bir hal, narazıçılıq baş vermədiyi təqdirdə 200 manat kirayəçiyə geri qaytarılacaq. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib, özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Dadaş Bünyətzadə küçəsində, Vital klinikasının və 308 nömrəli orta məktəbin yaxınlığında yeni inşa olunmuş 13 mərtəbəli binanın 4-cü mərtəbəsində ümumi sahəsi 64 kvadrat olan 2 otaqlı, tam təmirli və tam əşyalı mənzil ailə olmaq şərti ilə uzun müddətli kirayə verilir. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin dayanacağında da çox yaxın bir ərazidə yerləşir. Bu mənzilin aylıq kirayə haqqı 500 manatdır. Əlavə olaraq ev sahibi 200 manat depozit istəyir. Bu da yəni kirakeş evi təhvil verdikdən sonra heç bir hal, heç bir borc olmadığı təqdirdə 200 manat kirayəçiyə geri qaytarılacaq. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.